Bildiğiniz kimi sabah 20 yanvardır. Bugün ayın 19'u. 19'undan 20'sinə keçən gecə Azərbaycan milləti üçün çox qanlı bir gecə, çox hüzünlü bir gecədir. Tarixi bir gecədir. Eyni zamanda çox qürurverici, əzəmətli bir gecədir. İstəyirsən namusunu, vətənini qoruyasan, gələ şəhid verəsən, qurban verəsən. Əqidəni qoruyasan, dinini qoruyasan, qurban verməlisən, şəhid verməlisən. Bax, bu cürdür. 20 yanvar millətin tarixində çox hüzünlü bir gündür. 19'undan 20'sinə keçən gecə. Bir millət olaraq bu günü, bu gecəni unutmuruq. Yaddaşlarda qalır. Və bu tarix gələ bizlərə ibrət ola, bəsirət tapmaq üçün. Nələrisə başa düşmək üçün Xocalı faciələri, 20 yanvar, baş verən hadisələr, müharibələr bizlərə yaxşı göstəricilər.